Choose the correct sentence with the noun in the possessive case. Yelik halda olan isimli düzgün cümləni seçin. A variantında the engineers project impressed the investors. Engineers project, yəni mühəndislərin layihəsi investorlara, yəni yatırımcılara təsir etdi. Burada təbii ki, söhbət mühəndislərin layihəsindən gedir və düzgün yelik halımız qeyd olunmuşdur. A variantı doğrudur. Daha sonra B variantında these actors performance on the stage was brilliant. Yelik hal baxımından actors performance hissəsi doğru olsa da bizim işarə vəznindən sonra gələn ismin uzlaşması doğru deyil. Çünki this işarə vəznindən sonra cəm isim istifadə olunmalıdır. Ancaq actor ismi təkdə verildiyi üçün yanlış sayılır. C variantında there are those students books in the library. Yenə yelik hal ifadəsi düzgün qeyd olunsa da bizim işarə vəzliyindən sonra gələn student ismi cəm verilməlidir. Çünki zeus'dan sonra biz cəmliyi yazmalıyıq, ancaq tək yazıldığı üçün səhvdir. The teacher voice echoed in the hall. Söhbət müəllimin səsindən gedir və yelik halda mütləq apostrofdan sonra s qeyd olunmalıdır. Bu səbəbdən düzgün şəkildə verilməyib. Daha sonra Y variantında this building's window were open. Söhbət binaların pəncərəsindən gedirsə, həm pəncərələr sözü cəm olmalıydı, həmçinin də qarşıda verilən işarə vəzliyimiz cəmdə olmalıydı ki, biz binalar sözünü cəmdə yaza bilək. Yəni, işarə vəzli ilə ismin, daha sonra isə tərcüməyə əsasən Windows sözünün də təkdə yazılması düzgün hesab edilmir. Düzgün cavabımız A variantında qeyd olunmuşdur.